olsunlar, destek olsunlar. Mən bilirəm ki, mənim deyəcəklər ona görə Sən ümumiyyətlə unutmuşuq da Adilxan. Yəni əslində Aygün Adilxana xatırlatmalıydı. Adilxan da mənə. Adilxan aradan çəkilir, bizi Aygünlə baş-başa buraxır. Olsun. Nərminə küsüb mənimə. Kamerasını Niyə? bağladı. Mən küstüm kamera açma. Öyle de yazıp. Sən yatacaqsan orada. Bizə də belə şey naz eləmə orada. Xahiş eləyirəm. Aç kameranı, işləyəcəyik indi çoxlu-çoxlu. Mən də bu yollardan keçmişəm. Əminəm, mən də dərslərdə mən ömür boyu tələbə olmuşam, müəllim olmamışam ki, mən də tələbə olan vaxtlarım oldu. Güzel. Tamam gençler. Eh, Keçən dəfə nələrdən danışmışdıq? Vizyon, misyon, doğru mu? Hədəflər, bunlardan danışmışdıq. Və dərs zamanı sizə də tövsiyə etmişdim ki, özünüzün vizyonu, misyonu, hədəfləriniz, məqsədləriniz haqqında qeydlər aparasınız. Heç bu çalışmanı edən olubmu aranızda özü üçün? Və ya çalışdığı marka üçün etmiş ola bilənlər ola bilər aranızda? Böyle Yox. bir tavşıq verdiniz yadımda değildi benim. Əslində danışmışdıq ki, bunları özünüz üçün də edin. Marka olaraq, sonra o marka evində də bu sualların cavablarını özünüz üçün də edin. Dedim Biz bəlkə kiməsə söndürdük. maraq Gitti imtihanımız var getdi, şu an. 5. gün. Her imtihanımız var. döndürdük, getdiniz. Da bir də qayıtmadınız. Aydın. Necə keçdi imtahanınız bu arada? Yaxşı xatırlatdın. Gözümüzü çok korkutmuşlar ama yani çetin değildi o kadar da. Eləmi? Köhne Super. gruplara ben sual vermiştim ki necə keçir falan. Demişler çok çetindi falan ama hani bizim grup mənə gəlir yaxşı yazdı. Bilmirəm mənim Eləmi? kimdir. Maraqlı keçdi həm də. Maraqlıydı. Ha, əla. Super. Okey. Neyse, bu dəfə bağışlayıram. Heç kim heç nə çalışmayıb, anladım. Okey, o zaman bir yerdə çalışacaq. Gençler, indi bir aramızda hər hansı bir kateqoriyanı seçək və orada birlikdə bir marka yaradaq. Sonra marka üçün misyon, vizyon, hədəf yazaq. Nə deyirsiniz? Olar? Olar, qəşəng olur. Qəşəng olur. Okey, bir kateqoriya deyin o zaman. Ben gıda olsun da. Ne olsun? Gıda. Gıda. Gıda FMC olsun. sektörü olsun. FMCG olsun, gıda olsun. Okey. Ne olsun? Hansı kategori gıdada ne olsun? Yağ olabilir. Başka? Hmm. Gençler başka? Ət Uşaq olsun. qidaları ola bilər. Ne olsun? Ət olsun. Et olsun. Et məhsulları yəni də. Et yəni ki, ətin Bəli, özü. bəli. Ət olsun, ətməsin. Mesela, acıblar bunlar. Başka gençler, digərlərinin fikri var. Fast food qidası ola bilər. Ne olabilir Rəşad? Fast food? Fast food. Bəli, Fast food fast food. olabilir. Evet. Bəli. Fast food bir marka olabilir. Okey. O biraz Sevinç retail'e yazıb gelir. pəhriz məhsulları. Pəhriz məhsulları. Okey. Başka? Var başka Qastronom təxmin? məhsullarından irəliləmək olar məsələn. mənim Neden? yeni çıxan Qastronom Buskola məsəl məhsulları üçün. hansı ki, yağı düzdür keçən dəfə danışmışdıq müəyyən qədər, amma şey un ola bilər, e, Hı -hı. yəni İçki də sonra ola bilər, makaron mən ola bilər, başqa bir yəni. İçki de olabilir. Hər bitki hansı bir. ola bilər. Buskola mövcud markadır da, mövcud olmayan. Okey, hər hansı bir qıdadan, okey, belə deyək. Ət, süd məhsullarından seçək o zaman istəyirsiniz. Elə hərə bir söz dedi. Okeydir sizə? Olar, okey. Olar. Tamam. O zaman markanıza ad qoyun. Ət Nə oldu, süd markası oldu. olsun? Ee, hansı oldu? Yəni ət belə çox satan bir ətçi mən xatırlamıram. Toyuq firması xatırlayıram da, amma ət şeyi xatırlamıram. Yox, biz özümüz yaradacağıq. Yəni Hə. xatırlamaq önəmli deyil. Biz yaradacağıq o markanı. Okey, süd Ey, olsun. Hə, de. De Rəşad. Beyləqan əti ilə bağlı bir marka fikirləşirəm adı.
Aha. Beyradan ətrən nə vermiyorlar? Ne eti? Tam eşitmedim ne dedin. Azərbaycanda ən çox dadlı, ləzzətli ət quzu ətidir. Aha. Mən olduğum rayondadır, Beyləqanda. Beyləqan. He, okey. Doğrudur. Razıyam. Beyləqan eti en meşhur etlerden biridir. Aha. Okey. Yine beyləqan eti olabilir. Marka deyin. At fikirləşək müəllimə. At At fikirləşək, fikirləşək. müəllim. Hı hı. Bəli, Qlobala bəli. çıxacaq müəllim yoxsa belə yerli bazar üçün. Royal Tender. Düşünün. Royal. Royal Tender. Royal Tender. Okey, yazıram Royal Tender. Başka fikri olan var. Süd üzərindən gedirik. Et. Beyləqan eti. Etli olabilir mi? Kommentlerde vardı can et diye bir. Etli. Can et. Can et. Eti böyle yazmıştı. Çok maraklıydı. Evet, başa düşdüm. Royal Tender adı altında can əti satmaqda. Yəni Royal tipa kral segmentində tenderdə zərif, yumşaq. Tenderdi. Tinderdi onda. Tinder yani bir de. Ha, yoksa? İ ilə də tender müəllim, tender. Evet, okey. Aha. Ət house qoymaq olar. At house. Ne açırıq? At house. Okey. Deyin hələ ki. Sonra içindən seçərik. Başka? Milli et. Bilmiyorum. Biraz garip çıktı. Millet gibi çıktı ama milli et. Yani elə okunacaq. Başka? Mitoro. Mənsə ingiliscə ağlıma gəldi. Nit ne? Mitora. Meat ora. Belə. Düz yazıram. Bəli, mi atla, ətlə də. Meat. Bir də ki, belə şey ola bilər. Kənd əti ya da yurd əti ola bilər. Hı hı. Gençler, markaya adı fikirleşmeden önce bir iki tane sual vermek lazım. En birinci sualı doğru sual Adilhan verdi. Adilhan sen verdin, düzdü. Doğru eşitmiştim. Nəyi müəllim? Globala çıkacağıq dedin. Bəli. Mən zaten ona Ona görə görə fikirləşdim. ingilis dilində adını fikirləşib Royal Tender dedim. Təxmin Həm elədim. qlobal, həm də premium təbəqə üçün, çünki Hı. can əti satışıdırsa o təbəqəyə. Okey. Reşat dedi ki en dadlı kuzu eti Beyləqanda satılır. Azərbaycanın brendidir. Bərəkət Can də əti müəllim olar. Bərəkət. bereket olar. Reşat, Bəli. kuzu Bəli. etin can eti eyni şeydir. Olabilir can eti kuzu eti. Xeyr, Mən can Amma əti yox, crow. fərqliliklər var. Ben Can bildiğim fərqli. kadarıyla can eti bu danada olur. Bəli, 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 mal- danada bəli. olur. Mal etinde olur. Da Ona göre can eti daha da olur. Və eliyirik. mal ətinin ən bahalı hissəsidir o. Yani da yumuşak hissəsi. Globalda çıxırıq, çıxmırıq. Çıxaq da Çıxaq. müəllim. Made in Azərbaycan adı altında. Rəşad, yetəri Bəli. qədər brend məhsulumuz var globala çıxmaq üçün. Hər qədər var. Xam maddə yetərlidir. Həm Azərbaycan bazarına, həm də xarici bazara çıxmaq üçün. Çatmasa Manqolistan bazarından gətirərik də orada ucuzdur. Çətinlik var. Sadəcə olaraq çıxmaq olar. Aha. Okey. Şərait var, Oğlum, bir şərait var əsasında. Azərbaycanda satmalı deyil. Mesela produkt Azərbaycan məhsulu olub, daha sonra Made in Azərbaycan emblemi almalıdır da. Elə deyil. Əgər sırf Yəni ola da bilər, olmaya da bilər. Elə məhsullar, elə markalarımız var ki, heç Azərbaycan bazarında satılmır, amma birbaşa xarici bazara hitap edir. Eksport Amma biz- kimi eləyə bilərik də, eksport mallar kimi eləyə bilərik. Heç Amma Azərbaycanda bizim satılmasın əsas birbaşa. məqsədimiz hələ ki Azərbaycan bazarıdır da. Biz eksportu kənara qoyaq. Çünki eksport bazarları üçün strategiyalar daha tamam fərqli yazılır. Ona görə biz Azərbaycandan gedirik. Ona görə Royal Tender'ı da çıxardıram hələ ki.
Meteoranı da çıxardıram. Çünki Azərbaycan, yəni meteora deyib beyləqən əti demək biraz. Sonra ət hausu da eləyirəm avtomatik. Çünki o house olur. Yəni sanki bir məkan olaraq. Hansısa restoran, kafe olsa olardı. Qaldı milli ət, yurd əti, bərəkət. Bunlardan dördündən seçin. Kral Hansılar? əti də qoymaq olar. Kral əti. Məncə Yox, yurd Bu əti. dördündən artıq seçirik. uzun. Ətli, milli ət, yurd Millət əti, daha qəşəngdir müəllim, daha kreativdir. bərəkət. Millət. Məncə marka kimi bu ətli də yaxşıdır, bərəkət də yaxşıdır, marka adı kimi. Amma belə yurd ət də yaxşıdır. Aha. Biz indi bunu markaya qoyacağıq da bu marka adı olacaq. Markası olacaq, bəli. Bəli. Belə də qoymaq olur. Mən fikirləşdiyim Ətlicandır, Ətlican. Nə bilim. Yoxsa ta fikirləşdiyimiz getdi. İndi bu dördündən seçirik. Hə, Bərəkət elə bir marka kimi formalaşa Bir bilər. deyin görüm. Altından sonra başqa Ətlinə şeylər neçə nəfər okey deyir ətliyə? Əllərinizi qaldırın görün. Ətli, ətli deyəndə sırası belə ətli canlı ət yadımıza düşür də məncə birbaşa. Gənclər, irəliləməyimiz üçün reaksiya hissəsində burada aşağıda əl işarəti var. Əllərinizi qaldırın görün. Aha. adları nə oldu? Hə, Ətliyə bizə səs gedək. veririk Rəşad. Ətli. Hə. Ətli 3 nəfər. Tamam. Getdik indi milliyyət. Milli ətə. Mirtab, sən də ətliyə səs verdin. 4 oldu milli. Mən də millət deyirəm. Milli ətə kim səs verir? Nərmin, başqa? Elvin. Elvin 2. Başqa? Milli ət 2 nəfər. Yurd əti? 3, 4, 5, 6, 5. 5 nəfər. Bərəkətə? Bərəkət 3 nəfər. Yox, bərəkət 4 nəfər. Yurd əti qalib gəldi. Gənclər, təşəkkür edirəm. Çox sağ olun. Yurd əti ilə davam edin. Okey, markamız oldu yurd əti. Xeyirli uğurlu olsun. İndi deyin görüm. Rəşad, sözün var. Xeyr, Hə. yəni yurd ətinə xal Səs vermişdim də. verildi. Hə, Səs əla. verdim də. Güzel. Yurd ətini seçdik. İndi yurd Slogan əti verəcəyik üçün, indi. indi yurd əti üçün vizyon yazacağıq. Deyin görüm. Başlayın. Vizyon nə idi? Gedirəcək yox. Getdiyimiz yolda. Vizyon nə idi? Sonda Getmək çatmaq istədiyimiz istədiyimiz yer. yer, yəni sonuncu nöqtə. Nəticədə nə olmaq istəyirik? Nəticədə nə olmaq istəyirik? Yəni Azərbaycan tanınmış ət brendi olmaq istəyirik. Vizyon Yəni geniş hədəfimizdə. əldə etməyə çalışdığımız nailiyyət, yəni nəticədə nə olsun? Məhsulumuz çox satılsın. Bazar lideri olaq öz sahəmizdə. Dünyada tanınmaq ya Azərbaycan. Azərbaycandayıq hələ. Azərbaycan Gələcəkdə arzu Məncə- olunan yer. Ət Məncə deyiləndə təbii, ilk ağla gələn firma olaq məncə. Yəni, təbii Bu hədəf ola bilər Nurlan. Yəni müəyyən bir müddət ərzində də qoyacaqsan qarşısına, hədəfə onu yazarıq. Məsələn, Mən 3 il gələcəkdə ərzində. arzu edilən yer olar. Gələcəkdə arzu olunan yer. Biraz qeyri-müəyyən də hansı gələcəkdə? ilk ağla gələn marka olmalı. Onu hədəfə yazmaq Etibarlı olar ət Pərvanə. məhsulu olsun da, yəni Necə? təbii və etibarlı ət məhsulu kimi tanınsın da, yəni keyfiyyət Aha. baxımından da ət markası, ən güvənilən ət markası belə deyək. Şey əlavə edə Ola bilərik. bilər. Keyfiyyət standartlarına uyğun, formalaşmış, xalqın güvənini qazanan, etibar etdiyi,
Ne bileyim müəyyən o şeyler var ya, hansı ki deyirlər bizim fabrikamızın şeyləri en üstün seviyededir. Bu formada hizmet gösteririk biz. E, yani yurdetin vizyonu ne olacak? Yurdun Bak e, Yurdunuzun dediğinizi əti sizin süfrələrinize mesela getirir kimi. Amma Lozunqunu seçirik. Könül xanım yok lozunqunu. vizyon yazırıq. Yani bizim var olma vizyonumuz nedir? Gəlin Ərminə. Keyfiyyət. Yurd əti olduğu üçün, yəni yurdunda, yəni belə yerli torpağı, yəni ətində belə deyim. Yəni yerli Okay. torpağın Aha. Keyfiyyətli ətini olması da, istemək. dadı ləzzətli olması. Digərlərindən Vizyon değil fərqləndirən de o zaten master. Bak geçen defa danıştık ki keyfiyettir, tattır, lezzettir. Bunlar zaten olmalıdır. Məncə Keyfiyet vizyon olabilmez. bu ola Məncə bilər də ki, yurd əti olduğu üçün, yəni elə yurdun da, yəni ki öz bərəkətini, yəni sanki Okey, bak istehsal bu edir. hisse hoşuma gelir. Yurdun bereketini, Yəni özü əsas yurdun özü istehsal edir kimisindən də, üzr sayılır. yurdun bereketini neyin yiyen? En sürətli, en keyfiyyətli versiyada Doğruya. evlərinizə çatdıran. Sağlam ve zövqlü diyek veya lezzetli, zövqlü et Dəstək. et məhsullarını diyek. Təbii və etibarlı ət məhsulları da olur. Sağlam, zövqlü, təbii, etibarlı ola bilər. Sağlam, zövqlü, sağlam, təbii, etibarlı. Aha. Və etibarlı et Yerli məhsullarını istehsalın gücünü təmsil edən. mən bir də məsəl üçün elə çox bir ümumi. emosional bağ yarada bilər ki, e, öz reklamlarıyla və yaxud da öz marka kimi ailə artıq ailə yığışanda və yaxud da hansısa bayramlarda artıq o ət gəlir süfrəyə. Ya Daha da Yurdun sonra bərəkəti olan o ət sağlam, yada düşür. təbii və etibarlı ət məhsullarını hər gün süfrəmizə övladlarınıza gətirən, rahat Bəli. şəkildə yo, yedizdirmək. o Orqanik. getdiyini blabladı. Hər gün süfrəmizə gətirmək. Artıq Gətirən bayramlarda marka məsəl üçün olmaq. hamının yadına düşür ki, hamı daha çox süfrəsinə məsəl üçün o əti gətirir. Və Gətirən yaxud da marka olmaq. Nəticədə bu olacaq. Nətərdir? bir sözlə də demək olar ki, bunu öz Aha. yurdumuzun nəyi deyək? Yəni bir sözlə də öz əti yurdumuzun biraz Onu maraqlı sloqanda deyə bilərik də, öz yurdumuzun slogan da nəyisə, bəli. ləzzəti, nə bilim, nəsi. yurdumuzun əti. Öz yurdumuzun bərəkəti, əti, nə bilim nəyi. Ya Okey. da O hər evə yurdun bərəkət keyfiyyətli və əlçatan ət məhsulları təqdim edən milli brend. Gənclər, oxuyuram yazdığımı. Yurdun bərəkəti olan sağlam, təbii və etibarlı ət məhsullarını hər gün süfrəmizə gətirən marka olmaq. Necədir? Hadi, əla. Okeysiz? Okey. Bu bizim oldu vizyonumuz. Getdik misyona. Hı. İndi necə eləyəcəyik bunu? Vizyonumuza çatmaq üçün geleceğimiz yol. Hı -hı. Edeceğimiz şeyler daha doğrusu. Necə eləyəcəyik? Mənim ilk növbədə bəzən Azərbaycanda ətlə bağlı xəstəliklər çıxır və yaxud da Monqolistan əti falan bu kimi belə deyək, fikirləri ört-basdır eləmək üçün onun necə təmiz olduğunu bir növ bildirməliyik ilk növbədə. Təm Hı -hı. təşxisənlikdir. Keyfiyyətli. Və keyfiyyətin necə standartlara uyğunluğun və yaxud aptanın sertifikatın bu kimi şeylərlə etibar qazanmaq. Çünki qidadır və bu kimi şeylərə önəm verilir. Uyğun. Aha. Standartlara uyğun. Tamam. Uyğun sonra Sırf nə mən eləyəcəyik? Yəni Canan hər xanım. baxın. Buyur. Buyur Yo, Nurlan. buyurun. Baxın, dedik ki, sağlam, təbii, etibarlı ət məhsullarını bu cepdə, yəni necə birisi olduğumuzu qoyduq. Hər gün, amma bir də action qoyduq da, hər gün süfrəmizə gətirəcəyik.
Yəni hər gün süfrəmizə gətirmək üçün sağlam, Meksikanız. təbii, etibarlı olmaq üçün təbii ki, keyfiyyətli olmalıyıq, standartlara uyğun olmalıyıq, Təmiz doğrumu? Yəni olmalıdır. yuxarını bəsləməliyik də. Missiya başqa şey ola bilməz. Yuxarını bəsləməlidir. Təbii, etibarlı olması üçün keyfiyyətli olmalıdır, standartlara uyğun olmalıdır. Təmiz olmalıdır. Təmiz, Gigiyenik. keyfiyyət standartlara uyğun Hadi. da o təmiz biraz şeydir. Hə. Yəni bu kapsamdadır. Biraz daha belə Hmm. Biraz geniş. halal kəsmə məsələn vurğu eləyə bilərik Standartlara biz. uyğun dedik də onu. Yüksek Yəni teknolojiya onun ne bileyim içərisindədir. şey yazılır həmişə. İnnovatif Oradasın. deyə bilərik. Evet. İnnovatif deyə bilərik. Yəni o İnnovatif. yüksək texnologiya və s. Aha. Bir de dediniz ki her gün operatif mi qeyd etməliyik burada yoksa logistikamıza mı değinməliyik? Yani bizim Ee, logistikamız da güçlüdür. Logistika da ola bilər. Yəni gündəlik ehtiyacı qarşılayan da deyə bilərik. Yəni elə bir şey deyərik. Mən çata yazdım. Oxuyum. İstəyirsiniz mən oxuyum. Yerli istehsalı dəstəkləmək və cəmiyyətə sağlam qida mədəniyyəti qazandırmaq. Bu nədir? Misyon, vizyon. Missiyadır, misyon. Vizyonu. Yəni yerli istehsalı dəstəkləməklə mi gətirəcəyik hər gün süfrəmizə etibarlı ət məhsullarını? Biraz daha bunlar, bax dediyini yerli istehsalı dəstəkləmək və cəmiyyətə sağlam qida mədəniyyəti qazandırmaq. Bunu nə idi markamızın adı? Yurd Yurd əti. Yurd ətini çıxar, Məmməd qoy. Çalışır, çalışmır. Çalışır. Bizde özel bir şey yok. Biraz elə baxın. Yəni bizə məxsus olsun o missiya, vizyon. Bizə məxsus. Sırf yurd ətinə məxsus. Burada şey olabilir, yurd əti dedik, yəni yurdumuzun ətini gətirib çatdırırıq. Deməli, regionlarda yetişir bizim bu ətlər. Orada həmişə oradan Aha. gətirilir. Yəni heç vaxt bu Bakıda, nə bilim, örtülü yerlərdə saxlanılan heyvanlar deyil. Hı Bizim hı. inəklərimiz, yəni kəsdiyimiz qoyundur, odur, budur, hamısı rayonda otluyur. Bəli. Bunu necə çatdıra bilərik? Bunu belə demək olar, keyfiyyətli standartlara uyğun məhsullar təqdim etməklə bazarda etibar yaratmağı qarşısına məqsəd qoyur. Yurd əti keyfiyyətli standartlara uyğun ət məhsulları təqdim etməklə bazarda etibar yaratmağı qarşısına məqsəd qoyur. Ola bilər. Bəs dadlı olmağını vurğulamırıq. Yox, keyfiyyətin içərisindədir də o dad, beklettirlər. Dad, qoxu və s. bu keyfiyyət içərisindədir. Mən istirdim bir innovativ bir şey de yazar. Okey yazmıyor. De, necə dedin? Bir də de. Keyfiyyətli standartlara standartlara uyğun uyğun ət məhsulları təqdim etməklə ət məhsulları təqdim etməklə bazarda etibar yaratmağı qarşısına məqsəd qoyur. bazarda etibar yaratmağı qarşısına məqsəd qoyur. Qoyur. Bir sual verə bilərəm. Biraz da tam okey de bir sual. Yəni texnologiya deyəndə siz onu nəzərdə tutursunuz ki, tutaq ki, məsələn bir application var, onun vasitəsilə insanlar alacağı şeyi izləyə bilər, prosesi filan o mənada, yoxsa necə? İnnovativ Misal həller üçün. deyəndə Aha, bayaq aha. yazdığımı. Yox, sadəcə o deyil ki, kəsim innovativ həllərlə kəsim ola bilər. Ət kəsimi, qidalanması, yəni yemlənməsi, innovativ həllər ola bilər. Əl əməyi olmaz, başqa belə rasionlar ola bilər. Xüsusi, yəni bizim şeydə vardı, Şamaxı Agroda Kürdəmir süd fabrikindəki malqara ilə bəslənirdi, innovativ həllər vardı, çox maraqlı. Orada hətta sağıma maşınları var idi, xüsusi hesablanırdı ki, hansı inək nə qədər süd verə bilər, o qədər verirmi, vermirmi falan. Onlar vaksinasiyası falan, innovativ həllər deyəndə sadəcə texnoloji ət nəzərdə tutulmur. Yəni digər məsələlər də var, qeyd etdiyim məsələlər də var. Burada biraz məqsəddən əlavə bir dəyər yaratmaq da istəyirdim, əlavə eləyək. Təqdim etmək. Milli dəyərlərə sadiq deyə bilərik. Yəni milli mənəvi şirkət kimi tanınan brendlər də var. Ət məhsul təqdim etmək. Yerli bazarda deyəcəyik o zaman. Milli dəyərlərə. Dəyər.
Milli değer formalaştırmak da deyə bilərik bu arada. Formalaşdırmaq. Güzel. Bence belə qəşəng oldu. Hedefimiz ne olacak? Bayaq deyirdiniz. 3 il ərzində Bazar lideri olmaq. Bazarda məhsullarında ilk ağla marka olma. gələn marka olma. Süper. Oldu mu? Qəşəng. Oldu bəli. Mənim Azərbaycanda Etdik. ət markası var ümumiyyətlə. Niyə yoxdur? Az Qoç ət ət. var idi. Qoç ət, az ət var idi, qoç ət vardı. Var, var. Natural Qoçət restoran. ət. Bax, ilk ağla gələn qoç ətdir, görsün. Hə, indi Qoçət getdik. restoran deyildi. Ət məhsulları da var da. Grand Mart'ta deyəsən onlar satılır qoç ət. Öz Walmartda. mağazalarından Restoranda əlaqə. da var mənim. Restoran Grand özündə Mart'ta. satışır. Restoran özündə də var satışı, bəli. Okey. Sən Murat kimsən müəllimin sualını? şeirinin yanında da var. Nizami'de. Murat müəllimə soruşsaq deyər. Var, var. Yaxşı. Deyin görüm. Yurd əti markası kimdir? Kimsən? Yurd əti. Milli dəyərlərə söykənən məhsul. Milli dəyərlərə Keyfiyyətli yerli söykənən, məhsul. keyfiyyətli, yerli məhsul. Mən bir də onların qidalandığı otlaqları da vurğulamaq olar ki, yəni qidası necədir? Otlaq olmasa da qidası necədir? Ola bilər. Yox. Onu bəlkə performansda yaza bilərik. Necə biriyik? Güvenilir, dadlı. İmic tərəfində güvənilir olacaq. Performans tərəfində nə? Təbii otlaqlarda, elə Qidalanır. dedin, təbii otlaqlarda qidalanan Müəllim deyim də güvənilir. əsas nə ilə fərqlənir? Niyə ləzzət qatılır? Niyə ləzzətli bir Şoran bizdə hərəmi düzü var. Orada şoran torpaqlar var, yovşanlarla qidalanır. Ona görə dadı, tamı, ləzzəti, çiçək tamı gəlir. Yəni qidalandığınız zaman dad, ləzzət buna görə. Bu nədir? Hərəmi düzü, onun nəyidir? Differentiation, fərqləşdirən. Bəli. Hərəmi düzünün təbii otlaqlarında qidalanan etibarlı kəsim standartları ilə süfrələrə gələn. Oldu. Bir də indi hal-hazırda oruc ayıdır, Ramazan ayına söykənərək bizim Beyləqan torpağında Cəlsiz Peyğəmbər deyilən yurtdur, yəni ziyarətgah var. İndi quzunun da dadlı olması Peyğəmbərlərimizə dini tərəfi ilə də yanaşırlar ki, bura Peyğəmbər torpağıdır. Buradan da, yəni bu torpaqdan qidalandığı üçün bir dad verir də. Yəni bunu Maraqlıdır. Onu marka kommunikasiyasında istifadə edə bilərik, sizcə gənclər? Sual hamınıza Dini aiddir. mövzulara Xahiş edirəm. söykənir. Məncə xeyr, yox. Niyə yox, Elvin? Biz məntiqsiz gəlir qulağa. Okey. Başqa fikri olan var? Mənim Bilirsiniz, bu ümumi süd markası Buyurun, buyurun. olsaydı Ömründə biraz daha şey olardı ki, yəni bunlar nə otladılar, elədilər, onların südü daha keyfiyyətli gəlir. Ət də dadlı olur. Ət də Ətin də dadlı dadlı olur, amma olması daha okeydir. Mən deyirəm, biraz öncə Rəşadın dediyi bu Peyğəmbər torpağı hekayəsinin marka kommunikasiyasında istifadə olunması ilə bağlı fikrinizi soruşuram. Məncə ancaq Marka yox. Ramazan bayramı dövründə danışmaq olar. Həm qısa müddət ərzində danışmaq olar, həm də
niş Halal bir segment hedefli. logosu Hə, istəyiriksə, nə bilim, ancaq dindarlar bunu alacaqsa, fokusumuz olardısa onda ola segmenti bilər. daraldır. Bizim Səbanın Razıyam. şeyi çıxmışdı. Səba yox. Asla bir kalbasa markasının İcazın, diye icaz olun. halal. Tipa deyir İcaz. ki, Bərəkət, bizim halal nimət. xəttlərimiz də ayrıdır. Ayrı-ayrı xəttlər. Elə bir Allah şey Bəli, nimət işləmişdilər. dindara şey. bəli. Okey. Ona görə burayla hərəmi düzü ilə yetinək məncə. Okey, haqqında nə hiss etməliyik? Hansı qənaətə gəlməliyik? Yəni hərəmi düzünün təbii torpaqları, otlaqlarında qidalanırsa, demək ki, bu ləzzətlidir. Bu qənaətə gəlirik. Düzdür? Ləzzətli, ləzzətli ət məhsulları ilə nə hiss etdirir bizə? Fərqlilik, Ətin ləzzətli. Necə? fərqlilik, Okey. dadında, tamında fərqlilik. Hoş Fərqli qoxu. olması bizə nə hiss etdirir? Xoşbəxtlik. Xoşbəxtlik çox geniş anlayışdır da Məmnun. gənclər. Biraz daha Yəni ləzzətli ət məhsullarının, yediyimiz ət məhsullarının ləzzətli olması bizə nə hiss Ətirli bir etdirir? tam verir də, ətirli, nə bilim, Doyumluq. tam. Yedikcə sevinirsən də. Yəni. Nə edirsən? Yedikcə sevinirsən, doyursan. Okey, başqa? Ləzzətli yemək yeyəndə özünüzü necə hiss edirsiniz? Yadınıza salın görüm. Çox. Doyum. Ola bilər. Yəni təzəliyi var, tez bişir. E, tez bişməyə çox önəmlidir bir ətin. Keyfiyyətli Zaten bişməsi. aha, tamam. Yaxşı bişməyəndə biz onu ikinci dəfə almırıq ki, qoca ət idi bu. Yəni Tamam. siveç değildi. Mən bir də Beş də markaları Belə onun bilərik. kateqoriyalara təzə. bölə bilərik. Məsəl üçün, biri məsəl üçün yemək bişmək istəyir, bu ət ona uyğundur, kağıtlıq ət. Bu kimi hissələrə bölmək olar markanı. Yəni Hər insanlar şey həm daha eləmək yaxşı olar, başa düşür. sadəcə mövzudan yayınmayın. Ortadakı suala cavab veririk. Haqqında nə hiss etməliyəm? Ləzzətli olması qənaətinə gəlirəm. Rasional beyində, sağ beyində duyğu. Bax, milli dəyərlərə Özümü söykənən. Hı, kənd abo-havasında hiss edirəm də, şəhərdə olaraq o Dədə-Babəyə söykənir. Nəsə belə bir şey. Ənənəvi də. ləzzətli ət məhsulları ilə məni kəndimdəki kimi Anamın Hiss bişirdiyi yemək Y- o da verir. Kendim yurdum da olabilir. Yəni ətimizin adı yurdum, ay sağ ol, olsun. yurdumun. yurdumu Öz yurdumda kimi hiss Və ya edirəm. da ənənəvi dad demək olar, yəni o vaxtlardan gələn. ki, ənənəvi də sənə nə hiss etdirir, duyğusunu istəyirəm. Ayaqlı. Ənənəvi biraz hər brenddə istifadə olunan bir Hə də şeydir. ona görə deyirəm də, yəni bu Hə. ləzzətli ət məhsulu yox. Biz dedik ki, bax, başdan başlayıram. Milli dəyərlərə söykənən keyfiyyətli yerli məhsul, hərəmi düzünün təbii otlaqlarında qidalanan etibarlı kəsim standartları ilə süfrəyə gələn ləzzətli ət məhsulları ilə məni necə hiss etdirir? Öz yurdumu nəyi? Dadı. Bayaq bir şey dediniz, anamın hazırladığı yeməklər kimi nə hiss etdirir dediniz? Anamın yeməkləri. Məmnuniyyət hissi də. Keçmişə qaytarır. Doğma hə. Və yaxud da söz Doğma. axtarım. Doğma hiss etdirir. Doğma, öz yurdumun doğma necə deyim? Ben bilmirəm, mən ağlıma bu danışdıqlarımız şey hiss elətdirir. Güvən Hə. hissi verir. Aha, Bu şəkildə. Çünki anamın yeməyini xatırladırsa, demək ki, mən güvəndəyəm də, anamın yanındayım. məni güvəndə hiss etdirir. Xoşbəxtəm, güvəndəyəm. Mənim ağlıma Daha bu gəlir. sağlamdır. Ləzzətli. Okay, o zaman belə deyək, ləzzətli və sağlam. Rasional tərəf olsun, qənaətinə gəlirəm. Ət məhsulları məni güvəndə hiss etdirir. Yəni ki, bu yeməyi ləzzətli olacaq, yeyəcəm, ailəmə də yedirə bilərəm. Hər gün yeyə bilərəm, güvəndə hiss etdirir. Gözəl. Və ən Gedirik sonda marka qurmağa müəllim. necə? Çıxışda gedirik marka qurmağa. Bəs nə? İnvestor tapsaq quracağıq. Və yurd əti ilə aramızda necə bir münasibət var?
Süfrələrin nəyik? Bəzəyi, şahı. Vazgeçilməz. Ayrılmaz, Ləzzət vazgeçilməzi. Süper. Süfrələrin keçilməz. Keçilməz. vazgeçilməzi. Bu da sizə slogan. Anladınız necə gəlir sistem, necə gəlir? Bir-birindən bəslənməlidir. Bütün bu yazdıklarımız bir önceki vizyon, missiya, hədəfdən bəsləndi. Doğru mu? Yəni bir-birindən bəslənə Bəli. doğma yazmışdı Nərmin. Doğma da doğru. Okey. Davam eləyək. Markamızı tapdıq. Hədəfimiz bəllidir. Sloganımız bəllidir. Gedirik SWOT analiz eləməyə. Hadi deyin görüm. Güclü tərəflərimiz nələrdir? Hər maddə üçün 3-4 dənə yazacağıq. Çox yazmayaq, vaxt getməsin. Yerli brend olmağımız, yəni bazarı daha yaxşı tanımağımız. Yüksək texnologiyaya malik olmağımız. Yerli Ən- brend, Ənənəyə sadiq qalmağımız. ənənəyə sadiqlik. Bir də nə dedik? Keyfiyyətli Yüksək Yüksək texnologiya. texnologiyaya sahib olmağımız. Yüksək. Keyfiyyətli əmək Bu olaraq yüksək texnologiya deyəndə nəyi nəzərdə tutursan? ət Ən kəsimi son falan. texnologiyalarda ət kəsimi. Ət kəsimində, okey. Bir dənə də deyin. Ətimizin keyfiyyətli olmalıdır. Yox. Ətimizin Məhsul keyfiyyəti. yaxşı Ora olmalıdır. yüksək keyfiyyətli texnologiya yaza bilərik, könülməmi? Yazıb mənə. Yazmışam da yüksək texnologiyaya sahib. Üzr Görmürsünüz? istəyirəm, gözüm zəif görür. Üzr istəyirəm. Ətimizin nəyi? Keyfiyyətli Və təzə olması da, fresh olması. və çox doğru təzə olması. Yəni bizimki Manqolistandan gəlmir də 10 günə. Bu bizim Arada güclü bir tərəflərimiz. iki partiyanı eləsəynə kim nə biləcək? Ora bax. Sən deyəsən hansı firmada istəyirsən bacı? Azaldı. Siz nə edirsiniz? Arada bir dizellə uçurdursunuz, nəyle uçurdursunuz deyə. Satılmış biletləri 5 nəfərə bir dənə satılır. Taxta stol qoyurlar kreslonun arasına. Rəşad Bey düz dedi, ortaya stollar Əvvəllər qoyur. gənclər siz xatırlamazsınız. Keçən əsrin sonlarında rayonlar arası avtobuslar var idi. Avtobusların İndi də oturacaqların var arasına müəllim. taxta qoyurdular, taxtanın üstündə otururdular. Var indi də Rəşad. Var. İnnovativ fikirlər irəli sürürük ki, ayaqüstü müştərilər aparaq. Həqiqətən ha, yəni oturacaqlarda oturmasın, onda daha az ödəyirlər biletə pul. Ayaqüstü Ben niye gedirlər. kemer bağlayıram ben? Uçanda. O kəmərsiz Okey, olacaq da okey, safety gənclər yox. yayınmayaq, xahiş edirəm. Bunu bitirək. Güclü tərəflərimizi yazdıq. İndi getdik zəif tərəflərimiz. Bazarda bizim yeni zəif olmamız zayıf tarafımız olabilir mi? Ola bilər. Hələ tanınmırıq da Yerli olmağımız. Aha. bazara bir de yani böyle deyək də, onlardan Müştəri asılıq, bazamızın yerli bazardan Yerli asılıq. bazardan asılılıq. Yes. Hansı ət qıtlığında problem yaşayır. Doğrudur. Müştəri Bir dənə bazamızın xəstəlik oldu, olmamağı. batdıq. Nəyi? Müştəri bazamızın olmamağı. Müştəri bazamızın olmamağı. Aha, başqa? Bir dənə də deyin. Çatdırılma, ət məhsulunun az olması. Çatdırılma. O yerli bazardan Logistikamızın az olması deyə bilərik buna. Yox, xammal qıtlığı. Hammalıdır. Qıtlığı deyəcəyik buna. Gözəl. Getdik dəlişə. Müəllim, belə də deyə bilərik, fermamızın olmamağı. Yox, firmamız var da, niyə yoxdur ki? Hə. Bax, Var. yüksək texnologiyalarla sahib Doğru. avadanlıq hardadır? Küçənin ortasında, fermadadır da bala. Yox, yəni qoyun, inəkləri biz saxlamırıq da, sahibkarlardan alırıq, gətiririk, burada kəsirik. Yəni özümüz heyvanları saxlayıb böyütmürük o mənada. Yox, varsayaq ki, fermamız var. İndi gələk fürsətlərə. Necə fürsətlərimiz Özümüzü var? kasıb kimi istirham etdirməyək də. Yəni milyonçu. Fürsət ola bilər ki, Hı. bu segmentdə rəqiblər çox deyil.
Yəni bazara girmə imkanımız var. Olar. Rəqabət azlığı, Hı hı. rəqabət Ki bayaq sorğu azlığı. elədik, çox az marka ağlımıza gəldi. Ay, Bəs sağ ol. vergi tərəfindən məsələn yeni yaradılan brendə tətbiq olunan vergilər falan az olur da səhv etmirəmsə. Ola bilər fürsətdir, nə? Vergi Mali nələri deyirlər? Vergi nələri deyirlər bunlara? Öhdəlikləri, Vergi öhdəliklərin güzəşti. azad olmaq, Güzəştlər, hə. Vergi güzəştlər. güzəştləri, bunlar fürsətdir. Bazarda Aha. tələbkarlığın olması bu məhsula tələbin çox. Bazarda tələbatın yüksək olması. Bizdə məsələn də Rəyə Azərbaycanda baxın görüm kim nə yazıb. ət olmasa deyirlər ki, yemək Nərmin yox. yazıb Ay, ki, sağ ol. bəs innovativ həllər, yəni insan əməyi əvəzinə daha innovativ şeylərdən istifadə etməyimiz belə bir qeyd var. Baxın, güclü zəif tərəflər bizə aiddir, daxilidir. Fürsətlər və təhdidlər daha çox kənara, dışarıya aiddir. Ona görə bizimlə bağlı deyil. Ətrafdan nə kimi fürsətlər var? Kənarla bağlıdır, rəqabət azlığı, qida kənarla bağlıdır. qida agentliyindən sertifikatın olması. O bizim güclü tərəfimiz ola bilər. O fürsət deyil. Sağlam Texnologiya dövründə qidalanmanın olmağımız trendə çevrilməsi. əsl nəzərdə tutmuşdur. Nərmin, bu bizlə bağlıdır. O güclü tərəf ola bilər. Fürsət deyil. Fürsət daha çox bizlə əlaqəli yox, ətrafda baş verənlərlə əlaqəlidir. Bayramlar SWOT-u çoxdur da. keçməmisiniz. Murad müəllim hanı Keçib girir müəllim, burada keçib. provokasiya eləyir. Deyin, SWOT-u necə başa salıb sizə? deyin. Mənim sağlam qidalanmanın bir növ daha çox önəm kəsb Üstünlük eləməsi. verilməsi çox gözəl. Sağlam qidalanmaya üstünlük verilməsi. Super. Yəni bir Üstünlük. dənə sual, şey gəldi Ver. əslində. Prosta məncə güclü Ver. tərəfdir deyirəm. Ver. Bizim insanımızın əti çox sevməsi ola bilər. Yəni ət Bu bir olmayanda fürsət. bir-iki yoxdur da, yəni yemək. Yəni, Elə fikirləşirik. fürsətdir. Bunu bayaq Rəşad da dedi ki, bizdə ətsiz yemək olanda biz deyirik ki, bu yemək Yazmışıq bu gün onu. evdə yemək yoxdur. Yazmadıq, yox. Doğrudur. Bu bir fürsətdir. İndi təhdidlərə deyin görüm. Nə kimi risklər, təhdidlər var? Heyvan qripi. Heyvan qripi. Yəni vəba bu yaxınlarda hansı ki yaşadıq. Bəli, yaşadıq. Heyvan qripi Satışlarımıza xəstəliyi. mövsüm də təsir edir də. Məsəl üçün Ramazan bayramında məsəl üçün toylar azalır. Ət daha çox toy sektoru bu bizneslərə çox Mövsüm, təsir edildiyinə görə mövsümü satışımız olması doğrudur, yazdım. Haqlısan. Satışın mövsümü olması. Belə kateqoriyalar var. Məsələn, Azərlotereya mövsümüdür. Su içkisi, sirap falan bunlar mövsümüdür. Bunlar ciddi təhdiddir. Başqa? Başqa nə təhdidlər ola bilər? başqa da rəqiblər məsəl üçün Monqolistan kimi rəqiblər gəlir. Ola bilər. Monqolistan. Yəni daha uyğun qiymətə deyək, daha uyğun qiymətə alternativlərin Ukrayna əti də var məsələn. olması Bəs ola bilər. südlərdə daha effektiv olmaması demək olar. Necə? Pərvanə necə? İnsanlar məsələn əti sosial şəbəkədən seçmir də. Hı. Orada onun Ənənəvi satış kanallarının davam etməsi. aktiv Onu demək istəyirsən? Yəni orada daha çox aktiv deyil də. Məsələn televizordan insanlar bir-birindən öyrənir. Məsələn hansı Yəni ənənəvi satış kanallarında da yeni trendlərdə deyil deyirsən. Doğrudur. Güzel. Məsələn də hər il yaşanır bu. Məsələn də Aha. kənd yerlərində ot qiyməti qalxır, ətin də qiyməti Ətin qalxır. qiyməti qalxır. Ona Doğrudur. görə də quş ətləri qiymətinin Ola bilər. ola bilər. Ola bilər. Qıtlıq, sezonluq mövsümi qıtlıq. Ət necə mövsümü ola bilər ki? Yəni biz heyvan satmırıq da, ət satırıq ancaq. Yəni Tamam. və düz biz normal restoranlara satırıq, insanlara satırıq marketdə və insanlar bunu daimi alır. Həftədə ən azı bir dəfə ət alınır. Amma məncə Ətin qiyməti bunu dedi. Ətin qiyməti qalxdıqca quş ətinə yönəlir insanlar. Onu demək istəyir mövsümü. Bəli. Mövsümü Siz qıtlıq Bir də ki, Şeylər azalır, yay restoranlar falan, aylarında ona görə şey ətlər az yeyilir. Qış aylarında daha çox istifadə onun olunur. mövsümü olmasını yazdıq o. Okey, gənclər.
Bunun bir şeklini çekin her biriniz. Lazım olacak. Hamınız bunun şeklini çekin, xahiş edirəm. Bundan sonraki toast eləyəcəyik. Nə edəcəyik? Toast. Çəkdi hamı şəklini. Getdik. Qrupa attım. Aha, ayağına. İndi SWOT analizindən toast matrix çıxaracağıq. Müəllim, bu TOWS matriksi həmişə SWOT analizindən çıxardırıq. Bəli. Zaten Bu SWOT-un nə tərsini deməkdir müəllim? oxunuşu. O SWOT-un TOWS, tərsini oxunuşudur da, bax. hə, SWOT-un tərsi. SWOT-un tərsini oxunuşudur, bax. Oy, baxın. Güclü tərəflərimizi yazdıq buraya. Cədvəli görürsünüz də, doğrudur? Bəli. Aha. Zəif tərəfimizi də yazdıq buraya. Aha. Getdik. Nə idi? Bu bizim fürsətlər idi. Onu da yazdık buraya. Okey. Zəif tərəfləri də yazdık buraya. İndi TOWS analizi necə oldu? Bizim güclü tərəflərimiz bizə həm fürsət yarada bilər, həm risk formalaşdıra bilər, təhdid yarada bilər. Bizim zəif tərəflərimizdən bizə həm fürsət yarada bilər, həm də bizi riskə sala bilər. Aydındır? Baxın, bizim güclü tərəfimiz yerli brend olmağımız, ənənəyə sadiqliyimiz, yüksək texnologiya sahib olmağımız, ətimizin keyfiyyətli və təzə olması bizim üçün həm də fürsət yarada bilər. Yəni, rəqabət azlığı, vergi güzəştləri, bazarda tələbatın yüksək olması, sağlam qidalanmaya üstünlük verilməsi. Bunlar fürsətlərdir. Əslində, sağlam qidalanmaya üstünlük verilməsi bir tərəfdən fürsətdir, bir tərəfdən də riskdir əslində. Yəni, insanlar ət yeməkdən vaz keçərlər, daha çox tərəvəz falan yeyərlər. Bunu biz burada belə saxlayaq hələ ki. İndi siz baxın görün, buradakı hansı güclü tərəfimizlə hansı fürsət birlikdə dəyər formalaşdıra bilər? Belə baxacağıq. Baxın görün. Hansı güclü tərəflərimizlə Aha. hansı fürsətlər bizə dəyər formalaşdıra bilər? Yəni biz buradan strateji yol çıxara bilərik. Yerli brend olub bazarda rəqabətin az olması bu xətt üzrə Mənim gedə sualı bilərmi? təzən deyərdi zəhmət olmasa. Baxın. Bizim güclü tərəflərimiz var, bir də fürsətlər var bazarda. Bizim güclü tərəflərimiz var və bazarda fürsətlər var. Bizim hansı güclü tərəfimizlə bazardakı o fürsətləri yaxalaya bilərik? Məsəl üçün ətimizin keyfiyyətli və təzə olması, sağlam qidalanmaya üstünlük verilməsi. Düzdür. Bəli. Bəli. Yəni sırayla desək 4-4 belə yazacağım. Vaxt olmasın deyə. 4-4. Okey. Başqa? Yerli brend olub da rəqabət azlığı. Ola bilər. Yəni yerli brendlər arasında rəqabətin az olması bizi neyniyər? Bizi daha önə çıxarar. Könül xanım, çox üzr istəyirəm. Mən bu Buyurun. TOWS analizin, TOWS matriksi məğzini başa düşə bilmədim. Bir dənə üstündən izah eləyə bilərsiniz? Deyərəm bir də. Bax, SWOT analizi elədik. TOWS SWOT-un tərsinə yazılışıdır. Tərsdən oxuyaq Okey. SWOT, TOWS. Aha. Okey. TOWS matriksi bunu deyir. Bizim bax, soldan yuxarıdan aşağı güclü və zəif tərəflərimiz yazılır. Yuxarıda
Fürsətlər və risklər. Görürsən də Hı cədvəldə. hı, hı hı. Aha. İndi deyir ki, sənin güclü tərəflərin bazarda sənə fürsətlər yarada bilər. O bazarda olan fürsətlərdən yaxşı istifadə eləməyə fürsət yarada bilər. Hı hı. Burada bir strateji yol çıxara bilərsən. Məsələn, biraz əvvəl dedi ki, ətimizin keyfiyyətli və təzə olması, sağlam qidalanmaya üstünlük verilənlərə qarşı biz bir strategiya qura bilərik. Onlara xitab Bəs edə bilərik. 4-ün 4-ə, 1-in 1-ə onlar nədir? 4 yəni şey dedim də, burada sıralamada dördüncüdür ətimizin keyfiyyətli və təzə olması. Burada da sıralamada dördüncüdür. Ona görə, yəni Hə. ifadələri yazmadım, ona görə rəqəmləri yazdım. Mən deyə bilərəm müəllim. Deyə bilərsən. Vergi güzəştlərindən istifadə edib investisiya eləmək, yəni yeni avadanlıq almaq, istehsalı genişləndirmək. Bu fürsətdir, amma burada bizim postda hardan çıxardırsan onu? Nətər yəni hardan çıxardıram? Yəni Hansı bu toz hissədən? analizindən. Hə, hansı hissədən? Bazarda Vergi yeni hissə- olmağımız, bəli, Bazar vergi güzəştləri vergi bazarda güzəştinin olmasını deyirəm yəni. Bazarda yeni olmaq, hə, vergi güzəştini deyirsən sən. Vergi güzəşti bir fürsətdir. Zəif tərəfimizi yoxsa güclü tərəfimizi alacaq? Güclü tərəfimizə. Hansı güclü tərəfimizi? Adı nədir? Yəni avadanlıq alırıq, istehsalı genişləndiririk də. Harda yazmışıq onu? Onu bilmirəm düzə. Ona baxsın. Onda Elvin yazdıqlarımız üzərindən gedək, qarışdırmayaq. Yəni məsələn yerli brend olmağımız bizim vergi güzəştlərindən istifadə etməyə təşviq edə bilər. Bəli, onu Biz onu istifadə edə bilərik. Yəni 1-2 yaza bilərik tutaq ki, elə bir şey. Yazdıqlarımızdan gedək də kafa qarışmasın. Çünki o dediyini yazmamışıq. Mən bu da ola bilər ki, yüksək texnologiyaya sahib olmaq, bazarda tələbatın yüksək olması. Yüksək texnologiya bu tələbatı ödəməyə imkan verir də bizə. Super. Əla. Çox Müəllim, gözəl. o- Ucu tutursuz, bəli. bəs heyvan qripi xəstəliyi ilə xam malın qıtlığı ola bilər? Hədəflərdəki heyvan qıtlığı, təhdidlərdəki heyvan qıtlığı, qrip xəstəliyi Aha. xam malın qıtlığına gətirib çıxardır. Heç belə bir şey. Bu nə olacaq? O zaman eyni bu yerdən tərəfdə deyil. olacaq. Bax Aha. bu Burada bizim eyni üçün şeydə yazmışdıq da risklər içərisində yazmışdıq ikisini. risklər. Bəli, bax bu riskdir. Bunu nəzərə almaq lazımdır. Çox doğru bir yerə toxundum. Bunu buradan kopyaladım, gətirim bura. Deməli nə dedin? Xam Heyvan mal qrip qıtlığı, heyvan qripi xəstəliyi, xam malın qıtlığı. 4-1. Bax bu nə edir? Qırmızı yanır, işıq yandırır bizə ki, oraya odaklanaq. Zaten bizdə xam mal qıtlığı problemi var. Doğrudur. Hı hı. Bir tərəfdən də heyvan qripi xəstəlik olarsa, biz batarıq da, biz stock out olaraq malımız olmaz, satış eləmərik. Başqa bir rəqib gələr, orada bizim bazarımızı əlimizdən alar. Ona Bəs görə burada nə etməliyik? Bunu önləyici strategiyalar olmalıdır, bəs strategiyalarımız. müştəri bazamızın olmamağı və daha uyğun qiymətə alternativlərin olmasını birləşdirə bilərik. Necə? Ona da odaklanmaq lazım. Müştəri bazamız yoxdur, daha uyğun qiymətə alternativin olması. Bu təhdidlərdə və weaknessesdə olan. Okay, təhdidlərdə və zəif tərəflərdə. Bu bizim Aha. müştəri bazamızın olmamağı bizim zəif tərəfimizdir. Bəli. Daha uyğun Təhdiddəki. Daha uyğun qiymətə də alternativlər var. Mhm. Yox, axı Mən bir dənə deyə bilərəm. gözlə də bunu bir yetkinləşdirək, bitirək. Günel, əlaqəni tutmağa çalışıram. Müştəri bazamızın olmamağı ilə zəif tərəfimizdir. Mhm. Bazarda daha uyğun qiymətə alternativlərin olması necə bir-birindən əlaqələndirirsən? Ay, yo, əlaqəsi yoxdur. Üzr istəyirəm, əlaqəsi yoxdur. Yoxdur. Təşəkkür edirəm. Kimsə deyirdi, səndən qabaq. Deyim müəllim. Ədirxan Emir. Yerli bazardan asılılıq, bir də mövsüm olması satışımızın. Bəli. Yerli bazardan asılı olmağımız və mövsümü olması bu bir riskdir. Bunu nə edəcəyik? Alacağıq, buraya bir strategiya işləyəcəyik. Başa düşdünüz gənclər? Məntiqini tutdunuz məsələnin. Bəli. Bir-birlərini oxumalıdırlar. O oxuyanları bir araya gətirib
oraya odaklanacağıq. Hə, bizim deyəcəyik ki, əsas bax, odaklanacaq yerlərimiz, məsələlərimiz bunlardır. Qarşımızda duran problemlər. Birini də deyə bilərəm Əlif. Ədilxan de. Bazarda yeni olmağımız, bir də Aha, daha uyğun qiymətə alternativlərin olması. bəli, bəli. Biz bəlkə hələ özümüzü anlatana qədər ki, niyə biz bahalıyıq, biz keyfiyyətliyik, bilməm nə oldu, cəmaət nədir onun adı? Vərdiş elədiyi Qazan daha uyğun doldurmaq alternativ ürətir. əldə edə bilər. Bəs Qazan Məncə, opportunity dol bəs şey demək olar, Hə. müştəri bazamızın olmamasıyla ənənəvi satış kanallarının davam etməsi. Uzlaşdıra bilərik bunları. onu ətimizin keyfiyyəti və təzə olması ilə eləyə bilərik. Aygün xanımın dediyini. Ətimizin keyfiyyətli və təzə olması ilə ənənəvi satış kanalının davam etməsi. Necə Yo, əlaqələndirirsən? onu yox, ondan qabaq dediyi. Aygün Müştəri Mən birini xanım, də bazamızın deyə bilərəm. olmamağı. yo, bazarda Müştəri tələbatın bazamızın yüksək olması. olmamağı ilə yox, Yo, güclü zəif tərəfləri uyğunlaşdıranmır. Güclü, yəni beləsinə oxunur. Elə yo, mən oxunur. elə bildim bazarda tələbatın yüksək olması ətimizin keyfiyyəti və təzə olması ilə birləşdirdi Aygün xanım. Yo, mən sadəcə fərziyyə olaraq şey dedim ki, müştəri bazamız yoxdur, amma ənənəvi satış kanallarında çıxmaya çalışırıq. Sözü səhv Yox, biz çıxmağa səs deyəndən çalışmırıq. sonra özümə səhv gəldi. Hə, yox, biz çalışmağa çalışdığımız deyil. Okey, Ədirxan sonuncunu da deyə kapatıram bu hissəni, çünki vaxtımız da gedir. Deyil, Bu hissə mən o birisi hissəyə tapmışdım. görün. O birisi mənim bazarda yeni olmağımız, weakness və opportunity, rəqabətin Aha, azlığı. Bazarda yeni olmağımız rəqabətin azlığı. bu necə əlaqələndirirsən? Weakness, opportunities. Yəni Bildim. bazarda yeni, amma rəqabət də azdır da. Yəni biz bundan Hə, istifadə bu edə bizim, bilərik. okey, bundan istifadə edə bilərik. Razıyam. Güzel. Siz bu birisi nə dediyim? Əla. Xam malın Yetərlidir məncə. qıtlığı mı? Hı. Yetərlidir məncə. Yəni məntiqi tutduğunuz gənclər, sualı olan var bu hissədə? Nurlan, Şeva, Elvin, Yoxdur. Xeyr. Gülər, Mirtalıb. Məntiqi tutduğunuz əsas. Bəli, bəli, tutdu. Hə. Yəni SWOT analiz tək başına yetərli deyil gənclər. SWOT analizi yazdıq, çıxıb getdik, kapatdıq dəftəri deyil. SWOT analizi yazdıqdan sonra oradan strategiyalar çıxartmağı bacarmaq lazımdır. Okey? O da TOWS-la olur. Bir-birlərini oxuyur, oxumur, onlara baxırsınız, nə ilə birləşir, ona uyğun olaraq da analizlərinizi edirsiniz. Deyirəm, saat neçə oldu? 9 oldu. Bir 5 dəqiqə, 10 dəqiqə bir çay için gəlin davam eləyək. Okey? Təşəkkürlər.
Hə, gençler, buradasınız. Ben hep Yoxsa gelenler, buradaydım. yoxsa qaçıb? Ben hep buradaydım. Bəli, Nurlan. Yo, yəni Nurlan deyir buradayım buradayım. demək. Bildim, başa düşdüm. Yoxsa gələn yoxdur, qaçıb. Yoxsa gələn yatıb. Ümidvaram qoşular. Necədir vəziyyət? Çox yorulmadınız? Yox, Səsiniz əslində gəlmir. belə çox yaxşıdır. Nəyə görə? Çünki biz keçirik nəzəri formada nələrsə. Və sonra nəzəri bilirik ki, hə, bu belə olur. Bu SWOT analizi nə deməkdir? Amma SWOT analizi necə etmək lazımdır? İndi nə qədər səhv edirik. Doğruları, nə bilim, üstün cəhətə, üstünləri, nə bilim, şeyə, fürsətə, aləmi qatırdıq bir-birinə. Ona görə nəzərini bilmək praktika şey eləmir də, yəni praktikin yerini vermir. Ona görə belirtməyimiz Bizim lazım. burada əsas məqsədimiz odur ki, siz zaten bu SWOT analizinin nə olduğunu istənilən ədəbiyyatda, istənilən kitabda, istənilən kursda, yəni və yaxud da ki, universitetdə bəlkə dəfələrlə keçmisiniz. Bunu praktiki hala gətirmək, istifadə edilə bilir, yəni useful etmək var. Bizim əsas məqsədimiz ondan ibarət ki, siz bunu gündəlik həyatınızda özünüz üçün belə edə bilərsiniz. Yəni mən burada sizə anlattığım hər şey var. Keçən dərsdə də anlatdıqlarım, bu dərsdə də anlatdıqlarım hamısını özünüzə alın. Aygün Hüseynova markaya, mən bir markayam. Mən öz SWOT analizimi edəcəm. Mənim güclü tərəflərim nələrdir? Zəif tərəflərim nələrdir? Mən üçün fürsətlər nələrdir bu bazarda? Risklər nələrdir? Deyin, özünüz üçün eləyin və oradan strategiyalar çıxardın. O strategiyaları çıxardandan sonra biləcəksiniz ki, Aygün Hüseynova hansı kurslara yazılmalıdır? Necə geyinməlidir? Kimlərlə dostluq eləməlidir? Bunlar hamısı bizim strateji yollarımızdır. Çünki qarşımıza bir hədəf qoymuşuq da. Yəni məsələn, gələcəkdə ilk ağla gələn business lady olmaq. Və yaxud da ki, nə bilim, marketinq mövzulu konfranslara dəvət alan ən top 3 spikerdən biri olmaq. Yəni bunlar ola bilər perspektiv üçün özünüzə qoya biləcəyiniz hədəflər ola bilər. Onun üçün bugündən nə edirsiniz? Amma həftə sonunda özümü gümrah hiss etməyim üçün bugündən nə edəcəksən? Və hansı güclü tərəflərindən dəstək alacaqsan? Bunu bir-birini oxuyur hamısı. Okay, gənclər. Sizi çox yormayacağım. Bir-iki slaydı çıxartdım. Onu növbəti dərsə ataram. Bir nümunə göstərmək istəyəcəm. Göstərmək istəyirəm sizə. Bu bir kategoriyanın strateji addımlarıydı. Mesela neler demiştik? SWOT pulse analizi ettikten sonra əsas ortaya bir məqsədi, hədəfimiz değişim və transformasiyaydı. Bir rebranding proyekti var idi. Orada haralardan, hansı dəyərlərdən bəslənirdik və hansı strategiyalara qoymuşduq. Məsələn, yenilik dəyəri qoymuşduq. Yenilik dəyərimiz var idi. Yenilik dəyərində innovativ həllər, innovasiyalara davam demişdik. Yəni innovativ qablaşdırmalar, innovativ resepturalar və s. Nədən bəslənir? Bizim yenilik dəyərimizdən. Sağlamlıq dəyəri, sağlamlıq konseptini ələ almaq. Yəni sağlamlıq konseptinə uyğun olaraq kommunikasiya qurmaq. Bu bir strateji yoluydu. Köklər, ənənələrə sadiq qalmaq. Yəni nə olursa olsun, bizim bütün kommunikasiya alətlərimizdə ənənəyə sadiq qaldığımız görünməli idi. Məsələn, nə deməkdir? Sual verə bilərsiniz. Tutaq ki, reklam çarxında milli musiqi sədaları eşidilməlidir. Hər hansı bir Avropa musiqisinin sədaları olmamalıdır, əgər sən ənənəvi və köklərə sadiq deyirsənsə. Çox xırda bir nüansdır. Baxırsan, deyirsən ki, yerli brend, milli dəyər, milli bilməm nə, amma o tərəfdə tutaq ki, Kalinka mahnısı oxuyur. Reklam çarxında. Tabu olmaz. Çünki dəstəkləmir bir-birini, tamam mı? Yəni bunları diqqət. Bunlar çox incə məqamlarda, amma diqqət edilməsi gərəkəndir. Fərqlilik dəyərimiz, fərqlilik yaratmaq üçün strateji yollar nələr?
aksiyonlar. Sosial məsuliyyət, mütləq sosial məsuliyyət bizim strategiyamızın bir parçasıydı. Burada da cəmiyyətdəki yerini qorumaq. Rəqəmsallaşma, trendlərə ayaq uydurmaq. Trendlərə ayaq uydurmaq nə idi? Məsəl üçün, bu qışda nə idi? Soyuq əllər, isti ürəklər layihəsində bir dənə VR-la oyun qoymuşduq. Yəni, bu trendlərə də ayaq uydururuq. Amma o da həm ənənəyə sadiq idi, həm millilik idi. Bəlkə yadınıza gəlir, zeytun dənələri toplayırdı belə papağında. O deyəsən Novruzdaydı. Papaq atma Novruz papağı var. O papaqla zeytun dənələri, Hansı marka müəllimə? zeytun bağları. Zeytun bağı. Zeytun bağlarından söhbət gedir. Və əylənərək inkişaf etmək. Orada da yəni fərqli layihələrdə iştirak edirik. Əyləncə strategiyasında ortaya qoyan o da möcüzə markası ilə eləyirdik o əyləncə işində möcüzəli rəfiqələr layihəsində. Bu kimi fərqli hər bir dəyərin, yəni hər bir strategiya bir dəyərdən bəslənməlidir. O dəyərlər toplusu birlikdə olmalıdır, yazılı olmalıdır. Bilməlisiniz ki, hansı dəyərinizdən bəslənir bu və ya digər strategiyanız, bu və digər fəaliyyətiniz, bu və ya digər kommunikasiyanız. Yəni, sizin üçün brand book şəklində əlinizin altında mütləq bunların hamısı yazılı olmalıdır. Bir-iki yenə strategiya nümunələrindən danışaq. Yəqin ki, bunları eşitmişsiniz. Müdafiə strategiyası, hücum strategiyası, bazar izləmə strategiyaları və s. Müdafiə strategiyası adətən bazar liderlərinin olduğu kateqoriyalarda olur. Siz bazar liderisinizsə, siz müdafiə strategiyasındasınız. Çünki hücum edəcək bir şeyiniz yoxdur da. Hara bir hücum edəcəksiniz? Bazara əldə etmişsiniz, artıq dominantsınız, monopolsunuz və ya bizim bazarda daha çox olduğu kimi. Burada bazarınızı qorumaq üçün fəaliyyət edirsiniz. Yəni, burada attraktiv, gerilla strategiyaları, belə attraktiv kampaniyalar, aqressiv endirim kampaniyaları falan eləməyə ehtiyac yoxdur. Burada öz hədəf kütləni, öz bazarını, öz müştəri portfelini əlində qorumaq üçün kiçik müdafiə strategiyaları icra eləyəcəksən. Hücum strategiyası isə bazar liderinə qarşı olan markalardır. Tutaq ki, Coca-Cola bazar lideridir, Pepsi-Cola ikinci markadır. Tutaq ki, ona hücum edir ki, ondan bazar payı alsın. O zaman daha aqressiv olacaq, daha attraktiv olacaq. Yəni, məsələn, belə fəaliyyətləri daha çox bazar ikinciləri həyata keçirir. Hücum strategiyalarıdır. Çünki onun əlində çox var, hücum edib əlindən pay almaq. Bazar izləmə strategiyaları var. Bunlar daha çox bazarında birinci, ikinci arasında dalaşır. Ovladılar bir ayı bir şir ilə o tülkü gəlir dovşanı aldadır, aparır və o məsələ. Ayla şir orada dalaşana qədər aradakı o üçüncülər, dördüncülər oralardan pay alırlar özlərinə. Bazar izləmə strategiyaları. Bunlar daha çox baxır bazar lideri nə edirsə. Məsələn, Coca-Cola var, bu da deyir, Buz-Cola deyir, bir də marka yaradır. Nə bilim, Turka-Cola deyir, başqa bir marka yaradır. Yəni, copy-paste strategiyaları deyirəm mən bunun adına. İndi cavanlar, gənclər buna benchmark deyirlər. Yəni, sağ olsunlar. Məsələn, Carrefour var, bravo. Məsələn, Carrefour'un demək olar ki, eyni modelidir, deyək. Araz, Migros'un eyni modelidir. Ki, zaten Araz supermarketləri Migros konsultasiya eləyir. Səsiniz pis gəlir. Səsim pis gəlir. Sizin səsiniz pis gəlir. Günün xanım, sizin internetdən ola bilər. Çünki sizin də səsiniz qırıq-qırıqdır. Blue Ocean strategiyasını bilirsiniz. Blue Ocean strategiyası bilmirsiniz. Biz eşitmişəm. Mavi okean strategiyası. Blue Ocean nədir? Yəni Bunu görmüşəm, olmayı bilmirəm. heç kimin olmadığı bir yerdə, yəni heç kimin olmadığı, heç kimin oynamadığı bir bazarda yeni bazar formalaşdırmaq, yeni bir bazar yaratmaq, fərqli bir şey etmək. Məsələn, Airbnb nədir? Ev kirayə verir. Ev kirayə. Aysa.
Otaq kiraya verir. Heç ev də yox. Otağını kiraya verir. Yəni otağında 2 kravatı var. Kravatın birini kiraya verir. Tamamen yeni bir şey yarattı. Yani yeni bir yanaşma formalaştırdı. Ford'un qara maşın strategiyasını bilirsiniz də. İstənilən maşını ala bilərsiniz. İstənilən rəngdə maşın ala bilərsiniz. Yetər ki, rəngi qara olsun demişdi də Ford bilirsiniz. İstənilən rəngdə maşını ala bilərsiniz. Yetər ki, rəngi qara olsun. Sadəcə qara maşın Ancaq qara satır. maşın istehsal edilir. Ancaq qara maşın istehsal edilir. Niyə? Bilən var niyə? Daha ucuz başa gəlirdi yoxsa? Daha ucuz başa gəldi. Digər rəngli maşınlar daha bahalı olduğuna görə deyildi. İstənilən rəngdə maşın ala bilərsiniz. Yetər ki, qara olsun. Ona görə də bütün maşın bazarı ruhsuzlaşıb. Dyson Əmrə, neynədir? bu bildiyim qədərilə keçmiş dövrdə idi. Elə bilirdilər ki, onsuz da bazarda yetərincə rəqabət yoxdur. Mən istehsal edəcəm, gəlib onsuz da alacaqlar. Ona görə özləri nə istəsələr onu eləyirdilər. Amma sonradan Bəli, o dövrlərdə elə idi, doğrudur. Doğrudur. Nə satsam onu, nə istehsal eləsəm onu satarım, doğrudur. Və fərqlənmə strategiyaları, yəni biraz daha məsələn, hər hansı bir biz məsəl üçün nədə fərqliləşdik? Yerlərdə biz nə? Yurd nə? Yurd əti. Yerli istehsal idi ətimiz. Yurd ətimiz nə idi? Bizim fərqləşən yerimiz olurdu ki, yox. Yerli istehsal olması yox. Qoçaq da yerli istehsal. Nə idi bizim fərqləşən cəhətimiz? Rəşad sən demə. Heyvanlarımızın yonca yeməsi. Hərəmi düzündə. Hərəmi düzündə. Onu dedik ya, bizim ən fərqləşən yerimiz o idi ki, biz hərəmi düzündəki yoncalardan bəslənirdi bizim ətimiz. O fərqləşmə Şorandı da ləzzət verir, Şoran dad torpaqlarda verir, daha tam verir. Şoran nə deməkdir Rəşad? Anlat gənclər bilməyənlərə. Şoran niyə dad verir ki? Şoran duzludur. Duzludur. Duzla xüsusi dad qatır da onu. Də xüsusi minerallarla bəslənir. Bəli, Əti daha ləzzətli olur. Yəni bu kimi fərqləşmə strategiyaları da sizin istifadə eləyə biləcəyiniz strateji yollardan biridir. Bəziləridir. Bir sualım olacaq. Bəli, Rəşad. Burada müdafiə dediniz. Hansı şəkildə müdafiə? Yəni müdafiə dedikdə nəyi nəzərdə tutulur? Bazarımı qorumaq da. Yəni bura mənim bazarımdır. Bu bazarı əldə etmişəm və bazar lideriyəm. Artıq elə bir strategiyalar qururam ki, yəni mənim strategiyalarım aqressiv, belə kampaniyalar və yaxud da ki, bol-bol necə deyim, satış yönümlü kampaniyalar olmur. Daha çox image yönümlü kampaniyalar olur. Ki, mən bazarımı qoruyum, hədəf kütləmi qoruyum. Daha doğrusu müştəri kütləmi qoruyum. Məsələn, Coca-Cola hər bayramda, məsələn, o stola, mənim ailəvi şeyə vurğu eləmək kimi də xatırlatma edir də hər bayramda. Bəli. Məsələn, Coca-Cola'da görünən odur ki, bəzən rəqabətdə zorlanır. Tutaq ki, Azərbaycanda bir də istehlak davranışı var da. Pax kampaniyaları eləyir. Tutaq ki, bunlar sədaqət kampaniyalarıdır. Qapaq kampanyalarını məsəl üçün nədə eləyir? Daha çox 2 litrlik, 3 litr, 2000 litr yarım, 1 litr yarımlarda eləyir. Bunlar nədir? Bu sədaqət, təşəkkür kampanyalarıdır daha çox. Bu sədaqət kampanyaları, yəni loyalty campaign. Loyalty kampanyalarının daha çox müdafiə strategiyasında. Amma hücum strategiyası icra edənlər daha çox yarım litrliklərdə, 1 litrliklərdə kampaniya eləyirlər ki, daha çox evə girə bilsinlər. Daha çox səbətə girə bilsinlər. Məsələn, bununla bağlı bir misal demək istəyirəm. Siqaretin adı yadımda deyil dəqiq. Amma bizim rayonda məsələn 4 qutu siqaret aparıb verirsən, bu onu izləmişəm. Yəni 4 qutu boş qutunu aparıb verirsən, bir dolu qutunu əvəzində verirlər. Bu məsələn sərtdir də. Məsələn, sərtləşmiş şəkildədir ki, bu da siqaretin reklam edir də, reklam edir. Bu daha çox hücum strategiyasına uyğundur. Müdafiə strategiyasına çox da uyğun deyil əslində. Bəli, hücum edir. Çünki başqasını satın almayasan, bunu satın almağa davam edəsən. Okey, bir-iki dənə də reklam filmi izləyəcəyik. İzləyin, baxın görək bunlar hansı strategiyalara əsaslanan reklam filmləridir.
Mənim səsini elə ki işte bilmirik. Şeir eləyəcəm indi. Bu markanı tanıyan var. Cirque du Soleil. Bakı'ya da gelmişti. Var tanıyanınız. Sirk değil müəllimə bu? Bəli. Ha, deyirəm, yəni Yaş- sirkdən başqa bir şey ola Tama bilməz. Tamaşavari sirktir. Yani bizim verdiş ettiğimiz ənənəvi sirk tərzindən ziyade daha çok tamaşalaştırılmış sirk modelidir. Hansı stratejiye uygundur sizce? Fərqləşmə strategiyasında tamamen yani mevcut məhsulu alıp Özdə tamamen sirkti var. platformaya taşıyıp ve tamaşalaştırılmış bir sirk markası haline geliptir. Bu hansı stratejiyadır Starbucks? Bu da eynidir məncə. Çünki burada da fərdi bir şey. Kofelerin üstünə insanların adını yazır. Heç kəsdə bu yoxdur. Müdafiə deyil Bu bu. müdafiə ola bilər. Bəli. Çünki Yani burada bazarda daha çok artıq loyalty'ye daha çok. Aynur haklısın. Aygün haklısın ele gösterir ki ferdileşme stratejisi var. Ama bu müşterisinin loyallığını destekleyen bir stratejiyadır. Okay. Bu reklam filmini izleyin. Bunun araştırmasıyla bağlı çok meraklı bir şey anlatacağım size. Gün boyu ferahlığımı koruyorum. Çünkü mineral kullanıyorum. Her ortamda banyodan yeni çıkmış gibi temiz hissediyorum. Çünkü mineral kullanıyorum. Mineral demişken yeni Garnier Mineral. Artık kadınlar her banyoda su ve sabundan sonra yeni Garnier Mineral kullanıyor. Temizliğin ferahlığı gün boyu sürüyor. Ciltleri nefes alıyor. Yeni Garnier Mineral doğal emici mineralle teri sünger gibi emer. Mineral ve çay ağacı yağı içeren Garnier Mineral saf ve temiz, koltuk altınızı gün boyu kuru ve ferah hissetmenizi sağlar, size ve cildinize ferah bir nefes aldırır. Yeni Garnier Mineral, temizliğin nefes aldıran ferahlığı. Bu hücumdur. Bu hücumdu. Bak. Hücumdur. Şimdi ben size bunun araştırmasını anlatacağım. Deməli Türkiye'de durdurum stop şey edeyim. Size teşekkür. Deməli bir neçə illər bundan evvel Türkiye'de deodorant markaları bir araya gelirler ve bakırlar ki bazar büyümür. Yani esas Rexona var ve Garnier var. İki marka var bazarda. İki büyük marka var. Bazarı paylaşır. Ama bakırlar ki bunlar birbiriyle sadece rekabet içerisindedir. Müəyyən bir bazar var. O bazarın içerisinde birbirlerinden sadece pay alırlar. Ama Türkiye bazarı 80 milyonluk bir bazardı ve bazarın yani tam potansiyelinden istifade etmirlər. Ne demekti? Türkiye ahalisi deodorantdan istifade etmir. Etmekten çekinir.
Gəlirlər araşdırma şirkətinə, Future Byte bizim şirkətə deyirlər ki, bəs bu problemi həll etmək lazımdır. Biz anlamaq istəyirik ki, nə üçün Türkiyə insanı, yəni türklər dezodorantdan istifadə etmirlər? Aranızda dezodorantdan istifadə etməyən var? Ruhani istifadə etmirsən, səbəbini deyə bilərsən? Belə istifadə etdiyim olubdu, amma baxıram yəni ki, necə deyim, həm halalına baxıram, Aha. həm Bir də alüminium alkapolsuz içərikli olsun, olmayanlarına baxıram. alüminium içeriği olmasın. Aha. Okey. Amma əsas bariyer nədir? Orada istifadə etməməkdə bariyerin nədir? Əsas dərinə baxsan. Xərçəng xəstəliyinə görə bir ara çıxdı ki, bu tip rexonaların tərkibində alüminium olur, alüminium metalları olur. Non-alüminium olanlar var, məsələn, Günel. Sən istifadə edirsən, Günel? Bəli. Okey. Amma non-alüminium olanlar var ki, mən də onlardan istifadə edirəm. Siz də çalışın non-alüminium olanlardan istifadə edin. Sebamedin. Yəni müxtəlif markalar, Rexonanın özünün belə var. Aha. Başqa, yəni okey. Zimet araşdırması həyata keçirirlər. Zimet araşdırması nədir? Dərin metaforlar, deep dive edən, yəni unconsciousda, bilinç altındakı səbəbləri ortaya çıxaran bir araşdırma metodologiyasıdır. Bu araşdırmanın nəticəsində ortaya çıxır ki, yəni araşdırma necədir? Araşdırmada deyirlər ki, dezodorant deyəndə ağlına gələn şəkilləri gətir. Dezodorant deyəndə ilk ağlınıza nə gəlir? O Rexona. şəkilləri gətir. Yox, bax Rexona olmaz gətirmək, dezodorant gətirmək, Zimet, Z-M-E-T. Sual var Gülər. Qoy elə chatda yazın. Bu Harvard Business Məktəbinin bir araşdırma metodologiyasıdır. Olsun Zaltman İnstitutun metodologiyası da belə deyək. Deməli, şəkillər gətirin deyirlər. Amma bu şəkillər heç Rexona olmamalıdır, dezodorant olmamalıdır. Yəni birbaşa ifadə edən şəkillər olmamalıdır. Deyəndə ağlınıza nə gəlirsə metaforik olaraq onlar. İnsanlar bol-bol nə gətirirlər gənclər? Nə şəkilləri gətirirlər? Bol-bol zibil şəkilləri gətirirlər, süpürgə şəkilləri gətirirlər, xalça şəkli gətirirlər. Bir tərəfdə də bol-bol su, çay, axan çaylar, şəlalələr, belə şəkillər gətirirlər. Analizlər nəticəsində məlum olur ki, türk insanları düşünür ki, dezodorant onların su ilə arasındakı bariyeridir. Yəni xalçanın altından süpürülən zibil kimi. Yəni sənin yuyunmağa ehtiyacın yoxdur. Sən dezodorant istifadə edərək həyatına davam edə bilərsən algısı yaradır dezodorant bunlarda, insanlarda. Reklamı xatırlayırsınız biraz əvvəl baxdığımız. Bəli, deyir ki, Nə var idi? duşdan çıxmış kimi təravətli. Aynen. Bu reklam o araştırmadan sonra çekilen, yani bu tip reklamlar o araştırmadan sonra çekilen. Gün boyu ferahlığımı koruyorum. Çünkü mineral kullanıyorum. Her ortamda banyodan yeni çıkmış gibi temiz hissediyorum. Çünkü mineral kullanıyorum. Mineral demişken yeni Garnier Mineral. Artık kadınlar her banyoda su ve sabundan sonra yeni Garnier Mineral kullanıyor. Temizliğin ferahlığı gün boyu sürüyor. Anladınız mı reklam necə meydana gelir? Yani kommunikasiya bir şeye mütləq istinad etməlidir. Xoşum gəldi, bu qəşəng ssenaridir. Buna reklam çəkək. Ən məşhur adamı da çəkək, gəlin. Aygün. O değil. Mütləq istehlakçınızı dinləməlisiniz. Niye sizin istehlakçınız, niye sizin müşteriniz sizin məhsulu istifadə edir və ya etmir? Sizin kategoriyanı istifadə edir və ya etmir? Garnier bu araştırmanı özü üçün etməyib. Ne üçün insanlar Garnier istifadə etmir sualı verilmir. Ne üçün insanlar ümumiyyətlə dezodorant istifadə etmir? Buna deyirlər kategoriya kapitanlığı. Yəni alır kategoriyanı böyütmək üçün nə edək?
Zaten bazar ümumiyyətlə bazar böyüsə, oradan Rexona da öz payını alacaq, Garnier də öz payını alacaq, başqa markalar da öz payını alacaqlar. Bu cəsarəti də ortaya qoya bilən markalar yaratmaq da ayrı bir gücdür. Aydın oldu gənclər? Bəli. Məsələn, Sual mən var. bir Bəli, Rəşad. Məsələn, mən bir xatırlatma elədim ki, bir ara piroşki məsələn də məhəllələrarası Hı. bazar içərisində satılan bir məhsul Hı. idi. Onu Rəfə Sudapeçka gətirmişdi məncə. Bəli, bəli, bəli. Çox doğru. Çox doğru. Bayaqki məsələn biz Yurd əti deyə bir marka yaratdıq müəllim. Hı. Biz onun reklamını çəkməmişdən qabaq biz də əhali arasında zimet sorğusu eləyə bilərikmi? Ət deyəndə ağlınıza nə gəlir? Yəni burada zimet sorğusu daha çox bariyerləri anlayan araşdırmadır. Əgər ölkədə, yəni Azərbaycanda yerli ət alma vərdişi yoxdursa, hamı ancaq Moldova əti, ancaq nə dediniz, Manqolistan əti Manqolistan. alırsa, Manqolistan əti alırsa, o zaman siz bu araşdırmanı edə bilərsiniz ki, anlayasınız ki, niyə insanlar Azərbaycanda yerli ət almır? Bariyerlər nələrdir? Amma yerli ət alma vərdişi varsa ölkədə, mən öz ətimi necə şəriklər, Elvin təşəkkürlər. Mən bu əti necə daha çox markalaşdırım, o artıq ənənəvi digər araşdırmalarla da həyata keçirmək olar. Zimət çox daha belə dərində, yəni bilirsiniz necə araşdırmadır? Sual verib cavabını ala bilməyəcəyiniz araşdırma metodudur. Daha dərinə gedən. Gövhəm, bəs bu araşdırmadan sonra yeni reklam Aha. çıxdı. Onların satışlarına təsir göstərdi mi? Yəni Türkiyə xalqının dezodorant şeyi qırıldı mı beyinlərində? Bəli, onun yanılmıramsa təqdimatda şey olmalıdır. Bir yerdə yazmışdım. Onu baxacağam. Əgər buradan çıxartmışamsa əlavə edərəm neçə faiz artıq var o şeydə. Artıq Təqdimatların təsir birində edib. var. Bəli. Ümumi bazar Müəllim, o markanın bazar adı böyüyür. çəkilir. Bu dəqiqə o bazardadır o məhsul, həmin Garnier. məhsul marka. Bəli, Bəli. bəli. Böyle əlbəttə ki. Böyle. Və tələbat Elvin da ancaq var. ABC var. Tanımır başqa heç bir. Yes. Elvin, bax desəydin sən ABC markasının strategiyasını qurardın. Ola bilərdi. Ola ABC bilər. hansı markadır Elvin bəy? Paraşok. Paraşok. Yudu toz. Hə, bu şey pəncərələri, güzgüləri silən spreylər falan da var orada. Xlor. Hamısı var, hər şey var. Amma sizə bir söz Portfeldir də. deyim, ABC-nin şüşə siləni çox qəşəngdir, ləkə buraxmır. Silitbankdir, digərlərdir buraxır, amma ABC-dən xoşum gəlir. Gördün Allah Elvin. biz. Müştəri feedback et. Hə. Kampanyalarında bu məhsulu ön plana çıxara bilərsən. Məsələn, əgər belə bir güclü tərəfin varsa, bir fürsətdir. Onsuz hər yerdə onsuz ən çox o istifadə olunur. Xanımın dediyi kimi xanım. Əla. Gənclər, kitab tövsiyəm var. Mənim ən çox sevdiyim kitab Marketinq Müharibələri kitabıdır. Marketinq Müharibələri kitabını mütləq alın. Ya download edin. PDF-i də var, türkçəsi var, rusçası var, ingiliscəsi var. Azərbaycancası bildiyim qədərilə Bakıda yoxdur, var. amma var. PDF-in adını İnternetdə də var. tapmalı. Türkçəsini də indirə bilərsiniz. Türkçəsi də var, ingiliscəsi də var, rusça bilirsiniz, oxuya bilirsinizsə rusçası da var. Tapa bilərsiniz. Evet, gəldi ən maraqlı yerə. Nə ilə ayrılırsınız? Aygün, mən sırayla belə gedəcəm ekranda kimi görürəmsə. Tək qısa Yenə cümlə. eyni şəkildə biz başladıq. Hansı ki, hər gün, hər dərsə başında bizə sual verirsiniz siz, necə hiss edirsiniz və s. Bugün duyğu idi və o duyğu bizim hansı dəyərimizdən irəli gəlir, onu öyrəndik. Markamızı bunu necə tətbiq edə bilərik? Yəni markamızda bir şey görünürsə, demək ki, bu onun hansısa bir dəyərinə bağlıdır. Oradan irəli gəlir və ümumiyyətlə də bir marka üçün missiya, vizyon necə yazılır? İlk dəfə idi. Yəni mən belə bir şeylə tanış olurdum. Özümə ehtiyac var idi. O mənim üçün yəni ancaq cibimdə yox, başımda, ürəyimdə gedir. Əla, təşəkkürlər Aygün. Ədilxan, dəniz sahilindən. Mən Tosa apardım.
İlk dəfə idi gördüm və çox maraqlı gəldi və effektiv oldu. Bir neçə artıq fikirləşmişəm nələrdə sınayacağam. Süper. Çünki zəif güclü tərəfləri müəyyənləşdirirdi. Yalnızca zəifi necə istifadə edəcək, nə ilə uyğunlaşır, necə aradan qaldırar, bunları bilmirdim. Əla. Onlar da fürsətlər və risklərlə ölçüşdürəcəksiniz. Təşəkkürlər Edir xanım. Pərvanə? Mən SWOT analizinin daha dəqiq olunmağını öyrəndim. Daha sonra reklamların necə çəkildiyini məsələn indi öyrənmiş oldum. Və sair. Əla. Yadımda qalan. Təşəkkürlər Pərvanə. Çox sağ ol. Nurlan? Mən bir marka qurulanda məsələn onun vizyonu, missiyası falan bunlar necə də tapılır, bunları öyrəndim əsasən. Bir də SWOT analizindən sonra TOWS analizinin necə olduğunu da, yəni SWOT-u daha dərindən olmağını. Təşəkkürlər Nurlan. Mirtalı? Bir marka qurmaq üçün atılmalı olan o 5-6 addım onu öyrəndim və gələcəkdə marka üçün elədiyimiz hər şeyin o 5-6 addıma xidmət eləməli olduğunu öyrəndim. Yani, kesinlikle. Teşekkürler. Elvin? Markanın güclü zəif tərəfini öyrəndik. Bir də mən markanın gələcəklə bağlı addımların, belə deyim də, uşaqların dediyi kimi. Yəni cəmdə başqa bir söz deyənmərəm. Amma eyni söz dedi də, yəni belə. Aynı şeyler öğrenmişti ama yeni derslerimiz Bəli, öğrenmişti. ona görə. Teşekkürler. Kimse başka derste değildi ki. Nermin, başka dersten ne öğrendin? Cibinde ne yaparsan öğrendin diye zaten birçok bildiğiniz şeyler de tekrarlayırıq da cibinde neyle ayrılırsan? SWOT analizi haqqında çox eşidirdim. Amma əksini bilmirdim də TOWS Matrix haqqında. Bu daha maraqlı gəldi mənə. Teşekkürler. Çok sağ ol. Ruhane? SWOT analizinin əksi. Maraqlı gəldi. Bunu öyrənmişəm. TOWS. Eyvallah. Teşekkürler. Günel? Mən Günel bugün SWOT çok aktiviydin. analizini Teşekkür ederim. çox sağ olun. SWOT analizini daha dərindən öyrəndim. Onun tərsi soft matrix, daha sonra Zimet araşdırması olduğunu öyrəndim. Yəni cibimdə bir də analiz, vizyon, missiya bunlar. Eyvallah. Teşekkürler. Buna görə Reşat? təşəkkür edirik sizə. Ben teşekkür ederim. Çok sağ olun. Reşat? İstehlakçıya açıq olaraq bazarda alıcıları məsələn də məhsulumu bazarda ən çox istehlakçılara çatdırmaq. İstəyin öyrənib, istəyinə uyğun olaraq təkliflər vermək. Hı. Teşekkürler. Çok sağ olun. Çok sağ olun gençler. Çok teşekkür ederim. Bugün Biz de sizi təşəkkür yordum. edirik. Çok sağ Hoşdu olun. mənim Axıra üçün. qədər Sağ olun. qaldınız. Maraqlı Təşəkkür dərs edirik. idi. Sizi yorduk. Uğurlar size. Növbəti dərsdə görüşənədək. Sağ olun. Görüşürüz. Sağ Sağ olun. olun.